Bəli, Qarabağ uduzdu. Bu laf bəzi fürsətçilər üçün göydən düşmə oldu. Güllə atmaq üçün tətikdə gözləyən kim, əlinə balta və nizə alıb hücuma keçən kim, uzaqdan daş atan kim, məqam gözləyib tənqidçilərin sırasına qoşulan kim. Həmin o kəslər üçün isə dünənə qədər Qurban Qurbanov dahi idi. Bugün isə getməlidir. Dünən bu futbolçular qəhrəman idi. Bugün heç biri Qarabağ səviyyəsində deyil. Dünən rəhbərlik düzgün qurulmuş sistemin başındaydı. Bugün hamısı günahkardır. Düşdüyümüz bu durumu başa düşməkdə çətinlik çəkirəm. Bir Twente məğlubiyyəti doğrudanmı bu qədər şey dəyişdi? Yoxsa biz Qarabağın uğruna o qədər öyrəşmişdik ki, artıq məğlubiyyət görəndə nə edəcəyimizi bilmirik? Çünki 12 il ərzində Qarabağ bizə o qədər saysız və misilsiz uğurlar qazandırıb ki, indi ilk uğursuzluqda hamımız biraz çaşbaş qalmışıq. Əlbəttə, komandanı tənqid etmək lazımdır. Hətta, məncə bəzi suallar ciddi şəkildə verilməlidir. Niyə belə oynadıq? Niyə bu heyətlə belə nəticə aldıq? Nə səhv getdi? Amma bir şey başa düşməkdə fayda var. Tənqidlə dağıtmaq arasında çox böyük fərq var, çox.